Bu gün Gürcüstan Asiya mətbəxindən sonra dedik öz mətbəximizə nə gəlib? Yeni açılan Tamlı restoranını. Çox maraqlı. Paryak nə götürəcək? Bu zoval kompotuna bax. Bitini hazırlayan şəkilidir. Bitinin qardaşı bax. Mən də bu aralıqda bir dənə dolma yoxluyum. Baş qarışıqda. Anamın dolması. Allah'ım olsun anamın dolması. Çox səviyyəli. O dərəcə. Bir dənə yoxlar, qurban olum canım yer. İndi də aşı yoxlayırıq. Necə qazmaqdır? Maraqlı qazmaqdır ha bu. Şey oxşamır bura. Qurbağa üstündə durur. Hə, yaşıl. Onun adı var ya amma. Bax, ətə bax bura. Onun özel aparatı var. Ha, bunun xüsusi əzəni var. Əzənin xüsusi bir şey deyil. Amma yəni sırf onun üçündür. İndi bax, sənin üçün hazırlamışam qardaşım sumağı ilə, zadı ilə. Normalda suyu damızlamamalıdır şurası. Mən onu deyim. Bu məzundur. Qiymət cəhətdən dad, keyfiyyət üst-üstə gəlmir. Nə qədər? Bu gördüyünüz stol 150 zlot. İçkili zadlı hər Hə, şeylə. içkili biraz yəni normal cəb yemək yemək istəyəndə və Azərbaycan yeməyi. Azərbaycandakı Azərbaycan yeməyi yemək istəsəz mən ürəklə tövsiyə edirəm. Okey, bir dənə mənə şəxsən minusu olan odur ki,